Torpaqlarımız işğaldan azad olunandan bir il sonra, yəni 2020-ci ildə bilirsiniz ki, Kəlbəcər azad olundu. 2021-ci ilin avqust ayında yaxın bir dostum, uşaqlıq dostum Vidadi müəllimlə ora döndük. Əlbəttə, Murovu aşandan o həsrət, o ağrı hissi məni çulğadı. Amma həyətimizə gedib qonşunun bizlə olan, o çəpər qonşumuzun həyətindən öz həyətimizə keçəndə çox qəribə hisslər. Yəni, nə qədər özümü möhkəm saxlasam da ağlamaya bilmədim. Çünki 30 ilə yaxın o yerin, o yurdun həsrətini çəkdik və məni həmənki ev, həmənki ocaq qarşılamadı. Düzdür, dilim gəlmir deyəm ki, yaddaşmışdı o daş, o ağac, o evin divarları, amma həmənki deyildi. Buna baxmayaraq, mən ora içdən o qədər bağlıyam ki, elə bildim orada hər gülü, çiçəyi, arını, böcəyi, hamısını tanıyıram. Və getdik, tez dönməliydik geri. Bizlə bir yerdə bələdçilər də getmişdik. Bilirsiniz, illərdən bəri ora ayaq dəyməmişdi və orasını da deyim ki, o kəndi mənlə axırıncı dəfə bir yerdə tərk elədiyimiz həmən dostumla getmişdim, Vidadi müəllimlə. Və geri qayıtmaq, tez geri qayıtmaq məcburiyyətində idik ki, piyada gedib, yol yox, iz yox, axşamüstü gedib ora çatmışdıq və geri qayıtmalıyıq. Mən orada bir təəssüf hissi keçirdim ki, indiyənə qədər o yerlər üçün tələsirdik, gedək görək, indi geriyə tələsirik oradan ayrılmaq üçün. Və çox ağır ayrıldıq, demirəm orada yazdım, amma yol boyu çox ağrıdım, çox göynədim və gəldim, tək mənim ağrımın ifadəsi deyil bu, bir şeir yazdım, evimdə yata bilmədim. Şər qarışdı, axşam düşdü, evimdə yata bilmədim. Yorğun arğın yol gəlmişdim, evimdə yata bilmədim. İllərdir ki, həsrət çəkən, dam daşına qubar çökən, atam tikən, düşmən sökən, evimdə yata bilmədim. Taledir bir sınaq kimi, qınaq yox bu qınaq kimi, bircə gecə qonaq kimi evimdə yata bilmədim. Sərin-sərin yuxum gəldi, yeri sərin yuxum gəldi, elə şirin yuxum gəldi, evimdə yata bilmədim. Gözlərimdən minah dərən, yuxularım pərən-pərən, xatirələrim bar verən, evimdə yata bilmədim. Arzuma çatıb dincəldim, başımı qatıb dincəldim. Çöllərdə yatıb dincəldim, evimdə yata bilmədim. Və mən inanıram ki, tezliklə indiyənə qədər viran qalmış o torpaqlarımız, o yerlərimiz yenidən bərpa olunacaq və vətəndaşlarımız illərlə ağrısını çəkdiyi o yerə, o ocağa, o torpağa dönəcəklər.